Sabahınız xeyirli olsun. Artıq sabahlar bitib, gün ortaya doğru gedirik və mən Dalğa FM-də bu günləri qonağam. Gəldim Beauty Time-a, mənim ən sevdiyim məkana. İndi dadanmışam Nərmanov filialına. Günayım saçımı təsəvvür edin 4-5 dəqiqənin içində bu saçı yığdı. İnanın saatı qoysaydıq, baxsaydınız görərdiniz 4-5 dəqiqə saçımı elədi. Makyajımı şəms elədi. Onun üçün o qədər bəyənirəm. Çox qəşəngdir. Belə bir make-up elədik. Eynək taxmayacağım ki, makyajım dağılmasın. Gedirik, qulağınız bizdə olsun. İndi birazdan anonsu deyəcəm ki, saat neçədən neçəyə qədər orada bizim maraqlı çıxışlarımız olacaq. Deməli, dostlar, qulağınız, deyəcəkdim gözünü, sonra fikirləşdim göz yox. Dalğa FM-də olsun. Bu günləri çox dəyərli bir aparıcımız Gülən xanımı. Bəli. Onun qonağıyıq inşallah. Çox sağ olun. Çox gözəl bir verilişimiz olacaq. İnşallah. Mənə deyir ki, sənə elə maraqlı suallar verəcəm. Dedim çox dərinliyə getmə, amma yaxşı olacaq. Bir saat ərzində efirdəyik. Dinləyin, maraqlı söhbət, yoldasınızlar, maşında dinləyin. Sıfırdan necə başlayıb biznes qurmaq olar, o barədə də danışacağıq, xınalardan da danışacağıq, hər şeydən danışacağıq. O qədər gözəl veriliş keçdi. Bilmirəm, baxdınız, baxmadınız. Həqiqətən, bugünkü də geyimim necə gözəldir, baxın. Anam mənə hədiyyə alıb, şalvarı, köynəyi, palto keçənlindi. Deyəsən Zara idi. Belə. Bunlar niye böyle? Ben bu kadar sözlerin gezi çıkarttım. Bu çoğuna veriyoruz artık. Bunlar niye benim mahnımı oxuyur ki? Ölürəm bunları. O əllərində şam yoxdur.